Mən Naxçıvan torpağındanam və qürur duyuram ki, mənim yurdum Azərbaycana Hüseyn Cavid, Heydər Əliyev, Əbülfəz, Elçibəy kimi elm və siyasi digər xadimlər bəxş edib. Bakılılar da Rəsulzadə və digərlərlə, Şamaxılılar, Tutalım Sabirlə, Qərbi Azərbaycanlılar, Aşıq Ələsgərlə, Lənkəranlılar, Həzi Aslanovla qürur duymalıdırlar. Yurdumuzu, elimizi Azərbaycana töhfə verənlərlə tanıtmalıyıq. Yoxsa toz torpağa bulaşmış priusların arxasında o məkan yazıları ilə yox. Sən maşının arxasına Naxçıvanlıyam yazdırmaqla hamı yolda dayanıb sənə kes verəcək. Yoxsa qaziyam yazmaqla qırmızı işıqdan basıb keçəcəksən, cərimə yazılmayacaq. Bakines yazdırmaqla bütün Bakı küçələri dayanıb sənə yol verəcək. Məqsəd nədir? Deyim sizə. Özümüz bilmədən bölücülük. Bölücülük budur. Azərbaycanı parçalamaq budur. Elə bil ki, bir neçə klana bölünmüşük. Bir Naxçıvanlılar klanı, Qərbi Azərbaycanlılar, Yerazlılar, Bakılı, Karinoy Bakçılar, nəm filan yerdən nəm əslim Yerazdır, nəm ata tərəfim, ana tərəfim Naxçıvanlıdır. Əzizim, Hüseyn Cavidi tanımayan Naxçıvanlını, Rəsulzadəni tanımayan Bakılını, Ələsgəri tanımayan Qərbi Azərbaycanlı inciməyin məndən. Mazambikli kimi bir şeydir mənim üçün.